Cəlilabad rayonunda uzun illərdir həllini tapmayan kanalizasiya problemləri sakinlərin haqlı narazılığına səbəb olub. Artıq 10 ildən artıqdır ki, şəhərdə kanalizasiya xətləri çəkilsə də nasos stansiyalarının fəaliyyətsiz qalması tullantı sularının idarə olunmasında ciddi çətinliklər yaradıb. Mövzu ilə bağlı hazırladığımız sujeti izləyəcəyik. Cəlilabad rayonunda kanalizasiya infrastrukturu illər əvvəl qurulsa da, sistemin əsas həlqəsi sayılan nasos stansiyalarının istismara verilməməsi problemin bugün də aktuallığını qoruyur. Nəticədə tullantı sularının daşması, kəskin qoxu və sanitar gigiyenik şəraitin pisləşməsi sakinlərin gündəlik qarşılaşdığı reallığa çevrilib. Şəhərin Məhəmməd Hadi, Səməd Vurğun və Molla Pənah Vaqif küçələrində yaşayan sakinlər bildirirlər ki, bəzi yaşayış masivlərinə yaxın ərazilərdə yerləşən çirkab su anbarlarının dolaraq daşması vəziyyəti daha da pisləşdirir. Öyle öğünləri oğlan dediği gəldilər, o kanalizasiya daşlanırdı. Nə tərələ təmizlədilər, o üçün biraz yenə problem. Biraz yağış yağdı, yenə həmin vəziyyət. Aslında qalsa burada su anbarı tikdilər. Deyək, təmizlik səliqə yaxşı olacaq, çay tərtəmiz olacaq, suyu yadı. Amma mümkündür. Yenə necə var, elə vəziyyət. Məsələnin diqqət çəkən tərəfi odur ki, təxminən 100-dən çox abonentə xidmət göstərməli olan 5 nömrəli kanalizasiya nasos stansiyası bugünədək fəaliyyətsiz qalıb. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də bir nəticəsi olmayıb. Orada o vaxt ambar tikildi ki, bu ambara kanalizasiya töküləcək. Buradan da daşınacaq harasa, motorlar sayəsində, kanalizasiyadan daşınacaq, nə bilim, o da yarımçıq qaldı, heç bir iş görülmədi burada. İyidən buradan nəyin götürmək, buradan keçmək mümkündür. Xahiş edirəm. Adəti qurumlardan bura bir tədbir görsünlər. Bax, mənim evimdə buradan yaşamaq olmur, iyidən yaşamaq olmur. İndi çaya biraz su gəlib, iyi çəkilib. O ki, su olmadı, buradan keçmək olmur, yaşamaq olmur. Bax, kanalizasiya sistemi suyu ilə çox biabırçı vəziyyətdədir. Maarif Səfərovla Şəhid Vüqar Mirsəlova küçəsini birləşdirən körpü, zibil atırlar. Lakin bu dəfə sakinlərə Cəlilabad rayon su meliorasiya sistemləri istismarı idarəsindən şad xəbərimiz var. Həmin nasos stansiyada yaranmış nasazlıqla əlaqədar biz yazıb yuxarı təşkilatımıza müraciət eləmişik. O tenderə çıxarılıb, tenderdə də qalib şirkət bəyan olunub artıq. Yəni hardasa ayın 19-undan demək olar ki, bunlar öz işlərinə start verəcəklər. Növbəti yaxın gələcəkdə mart-aprel aylarında kanalizasiya nasos stansiyasının bərpası istiqamətində və işə salınması istiqamətində işlər gedəcək. Əsas məsələ isə verilən vədlərin sözdə qalması yox, icra edilməsidir. Sakinlər illərdir yaşadıkları problemin real və davamlı həll yolu ilə öz təsdiqini tapmasını səbirsizliklə gözləyəcəklər.